Allah subhanahu ve teala öz kitabında buyurur ki: "El-ahillau yevmeizin ba'duhum li ba'din aduv." Dostlar o gün biri-birinə düşmən kəsiləcəkdir. Dostlar o gün, yəni qiyamət günü, dostlar biri-birinə düşmən olacaq. İlləl muttəqin. Müttəqilərdən başqa. Müttəqilər istisna olmaqla, yəni onların dostluğu istisna olmaqla digər dostlar biri-birinə düşmən olacaq. Və bu əzəmətli ayə hər birimizə öyrədir ki, nə badə bu dünyada müttəqilərdən başqa özümüzə dost tutaq. Və indi çox təəssüflər olsun, görürsən məclislər lağlağı, boş söhbətlər, qeybət, nəmmamlıq və s. səbəb müttəqilərin dost götürülməməsi. Yəni, indi dostlarımıza baxsaq, əksəriyyəti cahillər. Cahillərdir. Yəni, bəzilərimiz hələm bu günə qədər cahillərlə otururuq. Bəzilərimiz cahillərlə yoldaşlıq edirik. Və bu çox təhlükəli bir şeydir. Yəni, insan cahillərlə oturmamalıdır. Söhbət edib, Allahın dinindən yayındırır deyə. Cahillərlə söhbət edib, məclis, yəni keftamaq qurmaq səni Allahın dinindən yayındırır. Yəni, ola bilməz, insan cahillə otursun, mömin, abid, müsəlman, cahil dostlarınla, yoldaşlarınla otursun, imanı zəifləməsin. Bu ola bilməz. Məlik ibn Dinar rahiməhullah buyurur ki, kullu cəlis lə təstəfidu minhu xeyran fəctənibhu. Məlik ibn Dinar deyir, rahiməhullah. Buyurur ki, o yoldaşın ki, oturursan, hansı ki, sənin oturduğun yoldaşla sahibindir, hər gün oturursan ondan, əgər sən ondan faydalanıb xeyr götürmürsənsə, fəctənibhu deyir, tərk elə onu. Uzaq deyən, çəkin ondan. Yəni, Əbul-Əsvad rahiməhullah alim olur, buyurur ki, mə xaləqəllahu xalqan ədarru min sahibis-su. Allah Teala pis yoldaş kimi zərərli məxluq xəlq eləməyib. Allah Təbaraka və Teala pis yoldaş, pis dost kimi zərər verici məxluq xəlq eləməyib. Bu dəhşətli bir sözdür. Əbul-Əsvad rahiməhullah yəni bu sözü elə belə işlətməyib. Bu dəqiq mənası səhih olan kəlmədir. Yəni pis yoldaş sənə mane olur xeyirdən. Yəni sənə hətta salihlərlə otmağa mane olur sənə. Allah Təbaraka və Teala'nı zikr etməyə mane olur. Ona görə insan qorxmalıdır pis oturacaqlardan, pis yoldaşlarla oturmaqdan. Çünki orada zikr olmur. Allah Teala'nı zikr etmirsən. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisləri danışılmır və qiyamət günü həsrət olacaq o sahibi üçün. Ona görə insan, oturduğu insan mütləq faydalanmalıdır. Fayda almalıdır, xeyr olmalıdır. Məclisində xeyr olmalıdır və cahildə xeyr olmur. Cahil ancaq qeybət edir, söyüş söyür, yalan danışır, nəmmamlıq edir, onun bunun arxasında danışır və s. Pis-pis. Pis-pis sözlər işlədir. Və sən oturmursan onunla. Ona görə bu təhlükəlidir. Buna fikir vermək lazımdır və bu boş buraxılan, yüngül baxılan əməllərdəndir. Lakin əzəmətli bir şeydir. Yəni, bunun günahı böyükdür. Ona görə pis yoldaş, pis dostla oturmaq olmaz. O səni Allahın dinindən yayındırır. Yəni, bu, necə olar insan 1 saat oturub, 2 saat oturub, misal üçün çayxanada çay içir, ətrafında insanlar bir dəfə Allahı zikr eləmir, bir dəfə xeyr danışmır, bir dənə ayə, bir hədis danışmır. Bu artıq o deməkdir ki, ətrafın oturduğu insanlar düzgün insanlar deyil. Xeyr yoxdur o məclisdə. Və buna fikir vermək lazım və Allah Təbaraka və Teala istəyirəm ki, bizim məclisimizi xeyirli məclislərdən etsin daima. İxlasla.com saytı tərəfindən təqdim olundu.